Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində 84 nömrəli bağça yolunda Hövsana gedən yol üstündə Xəyallar adasına çatmamış asfalt yola yaxın sizin üçün 3 sota yaxın belə gözəl bir 3 otaqlı şirin evin çəkilişinə gəlmişik değerli dostlarımız. Sizdən xahişim videonun sonucan izləyin ki tam ətraflı məlumat sizin üçün verim və videonun sonunda da qiymət deyiləcək. İndi sizin üçün həyəti təqdimatını aparım inşallah. Bəli, değerli izleyicileriniz, gördüğünüz kimi evimizin həyəti çok güzeldir, genişdir. Burada böyle bir pisetka nəzərində tutulmuş stol stul da qoyulubdur. Evimizin dört tərəfinə də keçmə yolu değerli dostlar. Dört tərəfi də sabırda değil. Böyle bir mangalımız da hədiyyədir. Değerli dostlarımız, evimizin bu yan tərəfidir. Evimizin giriş darvazası ayrı ve kapısı ayrıdır değerli dostlar. Burada değerli dostlar evimizin yan tarafıdır. Bu arkası kombi otağıdır. Yani üstü bağlanıbdır, yeri her bir şey kombi sistemimizin xətlərinə kimi çəkilibdir. Həyətimizdə böyle bir hediye olarak zibil qabları da düzəldib qoyublar. Değerli dostlar, 2 dənə də biri o da oradadır. Göstərmişsin üçün. Qalxağın evin içinə tanış edeyim. Girişte böyle bir koridorumuz değerli dostlar. Çok güzel, şirin, süper bir dənə evdir. İlk olarak sizi qonaq otağıyla tanış edəcəm. Pərdəliyinə tutmuş, lüstruna kimi hər bir şey asılıbdır değerli dostlar. Qiymət də ki, münasib qiymətə deyilir. Değerli dostlar, keçək yataq otaqlarına sizi tanış edeyim. Burada bir yataq otağımızdır. Bir şey belə bir genişdir. Bu da bizim ikinci yataq otağımızdır. Ve burada bizim mətbəximizdir. Mətbəximiz də bir şey genişdir. Şəbəkə pəncərədir. Gördüğünüz gibi gaz pesine kimi her bir şey qoyulubdur değerli dostlar. Keçən indi evimizin sanitär və sanuzelinə tanış edeyim. Aksesuarlarına kimi her bir şey qoyulubdur. Asma tavanlı işıqlı. Değerli dostlar, evimizin qiyməti 79.000 manata. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.